Bilirsiniz Sevinç xanım, Trampın məqsədi heç də belə deyək də, müharibənin ədalətli həlli deyil. Onun yeganə məramı və məqsədi atəşkəsə nail olmaqdır. Bəli. Nə Və olursa olsun. bizim məsələdə daha strateji addım atdı Tramp. Yəni o müharibəni dayandırmaq olayını kənara qoysaq, strateji addım nə idi? Həm sülh sazişi paraflandı ki, sülh müqaviləsinin imzalanması üçün imkanlar açıldı ki, gələn bu baş vermə ehtimalı da böyüdü. Paşinyan seçkidə qələbə çalarsa və konstitusiyanı dəyişərsə. Bir də ikinci bir uğur Tramp yolu ilə bağlı əldə edilən razılaşma idi. Ki, Amerika üzərinə götürür bu məsələni. 145 milyon dollar da artıq Ermənistana verilib. Yəni bu yol tikilməlidir və istifadəyə verilməlidir. İki böyük uğur qazanıldı. Amma Rusiya-Ukrayna məsələsi sadəcə bir istəyi var. O istəyi də həyata keçirə bilmir də. Atəşkəs. Deyil, heç olmaz atəşkəs olsun. Tərəflər deyansın. Onun fikri, onun belə bir dərdi yoxdur ki, daha sonra Ukraynanın ərazi bütövlüyü təmin olunmalıdır. Rusiya işğal etdiyi ərazilərə geri qaytarıb. Əksinə o Putin onu da təklif edir ki, qeyri-rəsmi şəkildə böyük ehtimalı. İşğal etdiyini özündə saxlar. Mən buna etiraz eləmirəm. Amma adam ol, atəşkəsə razılaş, qırdırma bu cəmaatı. Mənə də bir verdiyim vəd vardı, mənə də hörmət elədi. Bu boyda vəd vermişəm, mənə pis vəziyyətdə qoyma. Yəni, demirəm, indi qapalı danışıqlar, bütün bunlardır. Amma məntiq bundan xəbər verir. Putin Trumpın bu sadə bir istəyini yerinə yetirmir. Düzdür, bir dəfə güzəştə getməyə hazır oldu. Səhv eləmirəmsə, hansısa bayramla bağlı dedi ki, deyəsən 9 may, qələbə bayramı, dedi 3 günlük atəşkəs elan edə bilərəm. Ona da Zelenski razılaşmadı, haqlı olaraq. Dedi 3 günlük atəşkəs nə deməkdir? Belə çıxır ki, 3 gün öldürməyəcəksən, 4-cü gün yenə də başlayacaqsan öldürməyə. Atəşkəs 3 ay, 6 ay, yəni müvəqqəti və daimi xarakterli olur da. Yəni atəşkəs elan olur ki, danışıqlar başlasın. 3 gündən sonra yenə də qırmağa başlayacaqsınız. Bu nə atəşkəs? Sadəcə Trampa biraz jest etsin deyə, bayramı rahat keçirsin deyə belə bir addım. Amma uzun müddətli atəşkəsə Putin razı deyil, indi də razı deyil. Tramp isə bunu istəyir. Tramp bir ara Zelenskiyə təzyiq edirdi ki, düşünürdü ki, bəlkə Putin onun istəyini qəbul edər. Və Putin görər ki, əgər Tramp Ağ Ev sahibi Zelenskiyə təzyiq edirsə, bu Putinin gözündə yaxşı oğlan təsəvvürü yaradar və Putin Trampla razılaşır. Amma alınmadı. Tramp Zelenskini aşağıladı. Bu Rusiyada müsbət təsir yaratdı. Putin də xoşuna gəldi, Medvedev də xoşuna gəldi. Necə Tramp Zelenskini aşağılayır birinci dəfə. Amma Putin heç bir addım atmadı. Ondan sonra Tramp başa düşdü ki, yəni belə deyək, Putinə yol tapmaq asan məsələ deyil. Alyaskaya nəyə görə çağırmışdı? Qırmızı xalı saldı ayağının altına. Yəni hər cür o boyda super dövlətin prezidenti hər cür addım atdı ki, bu Putini atəşkəsə razı salsın. 3 günlük daha yoxdur, heç olmasa 1 aylıq. Atəşkəsə razı salsın ki, qırğın dayansın və Tramp da qələbəsini elan etsin və bəlkə də Nobel sülh mükafatına əsas namizədlərdən biri olsun. Buna imkan vermədi Putin, bugün də imkan vermir. Putinin dediyi budur. Trump'a deyir ki, gəl dostlaşaq, gəl yenə davam görüşək, Macaristanda da görüşək. Yeri gəlmişəm, Macaristan görüşünün baş tutmamasına görə Putin Lavrovu təqsirkar sayıb. Ona görə Lavrov məhkəmdir. Çünki Lavrov Rubio'ya telefon danışında nə deyibsə, ondan sonra Trump imtina etdi görüşdən. Halbuki Trump Macaristanda görüşməyə hazırdır.